bizim can və qan borcumuz ancaq Azərbaycan şəhidlərinə və qazilərinə. Bu qələbənin bir sahibi var, bir ünvanı var. Azərbaycan xalqı, onun bağrından qopan Azərbaycanın milli ordusu başqa kimsənin ünvanında deyil bu qələbə. Bu qələbənin şəriki yoxdur. Xalqımızın xalqdır, milli ordu. Ömrünü vətənə calayan şəhid, ömrünə cənnətdə ilmə toxunar. Bugün olmadığım fani dünyada adına hediyə, Qur'an oxunur. Bilirəm, cənnətin ən gözəl yerin Tanrı layiq bilir şəhid olana. Torpaq şəhidini bağrına